Hər kəs salam, dəyərli Kripto Kaspiyan kanalının izləyiciləri. Bu günləri mən sizə kriptovalyuta aləmində baş verən maraqlı bir mövzu haqqında danışacağam. Dostlar, bu gün Dashcoin haqqında danışacağıq. Dostlar, bir vaxtlar bu Dashcoin hamının dilində idi, amma sanki birdən-birə bu Dashcoin unudulmağa başladı və hər kəsin yadından çıxdı. Amma indi baxıram ki, o köhnə dost yenidən səhnəyə çıxmağa başlayıb. Bəli dostlar, söhbət Dashcoin-dən gedir. Dostlar, gördüyünüz kimi son bir neçə həftədir ki, Dashcoin-də güclü artışlar müşahidə olunur. Sosial mediada yenə adı hallanmağa başlayıb. İndi sual budur dostlar, bu qalxış təsadüfüdürmü, yoxsa arxasında real bir səbəb var? Gəlin bir yerdə araşdıraq dostlar. Qısa olaraq keçmişə qayıdaq dostlar. Əvvəlcə biraz Dashcoin-in tarixi haqqında məlumat verim sizə. Dashcoin 2014-cü ildə yaranıb. Yəni Bitcoin dövründən az sonra. Bu kriptovalyutanın əsas məqsədi sürətli və anonim ödəniş sistemi yaratmaq edir. O vaxt çoxları deyirdi ki, bu coin Bitcoin-i keçəcək. İndi hal-hazırda gördüyü zirvə $150 olub. Son bir neçə həftədir ki, Dashcoin-də güclü artış var. İndi hal-hazırda düzəltmə verib, amma yenidən qalxacağı müşahidə olunur. Bu coin-in əsas məqsədi sürətli və anonim ödəniş sistemi yaratmaq idi. O vaxt çoxları deyirdi ki, bu coin Bitcoin-i keçəcək. Çünki tranzaksiyalar saniyələrlə gedirdi. Amma illər keçdi, bazar dəyişdi, yeni layihələr gəldi, Ethereum, Solana, Avax. Dash biraz kölgədə qaldı dostlar. Qiyməti də bir vaxtlar $1500 qədər çıxıb, sonra $30-40 qədər düşmüşdü. Hal-hazırda isə aktiv fiyatı $80-dır. Çoxları artıq bu iş bitdi dedi. Dashcoin-in yüksəlməsi bura qədər idi. Artıq bu coin ölməyə doğru gedir deyə düşündülər. Dostlar, sosial platformalarda, Twitterdə, Redditdə insanlar artıq bu kriptovalyuta haqqında trend mövzular yaratmağa başlayıb və Dashcoin-in yenidən geri döndüyü haqqında danışırlar. Bu kriptovalyutanın qalxmasının səbəbi nədir? Birincisi dostlar, bazarda köhnə amma güclü infrastruktur mövzusu trenddədir hal-hazırda. İnvestorlar, yəni meme coinlərdən biraz yorulub belə desək, indi real istifadəsi olan köhnə layihələrə baxırlar. Dashcoin də bu kateqoriyaya tam olaraq oturur. İkincisi, Dash son yeniləməsi ilə instant send və chain locks funksiyalarını təkmilləşdirib. Yəni artıq ödənişlər saniyələr içində tamamlanır və blok təsdiqlənməsi çox təhlükəsizdir. Üçüncüsü, bəzi ölkələrdə Dash real ödəniş sistemi kimi yenidən istifadə olunmağa başlayıb. Xüsusilə Latin Amerika bazarında, Venezuela, Kolumbiya kimi ölkələrdə insanlar gündəlik alış-veriş üçün Dash istifadə edir. Bu da real tələbi artırır. Niyə indi diqqət çəkir? Dostlar, bazarda indi belə bir mərhələdir. Çox yeni layihələr var, amma əksəriyyəti ya skam çıxır, ya da real istifadəsi yox. İnvestorlar da biraz köhnə etibarlı layihələrə qayıdır. Dash'ın maraqlı tərəfi odur ki, o həm DeFi funksiyalarına, həm açıq real world paymentlərlə işləyir. Yəni blockchain texnologiyası. Dostlar, Venezuelada bəzi kafelərdə Dash'la ödəniş etmək adi bir hal alıb artıq. Bundan əvvəl bəzi analitiklər deyirdi ki, Dash hal-hazırda bazarda undervalued vəziyyətdədir. Yəni qiymət real potensialına görə çox-çox aşağıdadır. Buna görə də bəzi coinlər bu coin partlayacaq deyirdi və həqiqətən də partladı. İndi hal-hazırda düzəltmə verib. Gəlin biraz realist olaq. Hər artımın arxasında biraz hype var, həm də risk. Dash'ın əsas problemi market tanınması və tənzimləmə məsələləridir. Çünki Dash bir vaxt privacy coin sayılırdı. Yəni anonim ödənişlər dəstəkləyirdi. Bu da bəzi ölkələrdə tənzimləyici problemlər yaradırdı. Əgər gələcəkdə bu sahədə sərt qanunlar olsa, Dash bəzi birjalardan çıxarıla bilər. Ona görə də risk faktoru hələ də qalır. Amma o biri tərəfdən komandası bu istiqamətdə çox ağıllı hərəkətlər edir. Anonimlikdən daha çox sürət və təhlükəsiz mövzulara fokuslanır. Texniki tərəfdən isə vəziyyət maraqlıdır. Qrafikə baxanda dostlar, görürük ki, Dash uzun müddət $20-30 aralığında yuxuya getmiş bir vəziyyətdə qalıb. Baxın bu bölgəyə. $20-30 arasında gedib gəlib. İndi isə baxırıq ki, dostlar, bir müddət $20-30 səviyyəsindən çıxandan sonra $40-50 səviyyəsində gedib gəlməyə başlayıb. Sonra bir neçə həftə əvvəl güclü bir yüksəlişlə $150 səviyyəsinə gedib. İndi isə
isə kriptovalyutada bir düzəltmə səviyyəsidir. 80 dollar bandına enib. Ən vacibi isə bu kriptovalyutanın həcminin artmasıdır. Yəni təkcə qiymət yox, alıcı da artır. Bu isə göstərir ki, bu dəfə fərqli ola bilər. Bəlkə bu kriptovalyuta son gördüyü all-time high-ından da daha yüksəklərə qalxa bilər. Uzun müddətli baxanda dostlar, Dash artıq bir test edilmiş layihədir. Onun blokçeyni sürətlidir və əslində 10 ildir ki, bu coin bazardadır. Yəni çox layihə gəlib getdi, amma Dash coin hələ də burdadır. Əgər komanda ekosistemi yeniləməyə davam eləsə, yəni partnershiplər gətirsə, bu coin həqiqətən 2025-də köhnə amma güclü mövzu liderlərindən ola bilər. Qısası dostlar, Dash coin indi yenidən səhnəyə çıxıb və bu təsadüfi deyil. Real istifadəsi var, texnologiyası işləkdir və köhnə nüfuzlu üstünlüyündə qalır. Amma unutmaq lazım deyil dostlar, bazarda heç bir artım zəmanətli deyil. Əgər bu tip coinlərə baxırsınızsa, həmişə analiz edin. Pumplara kör-körənə girmək lazım deyil. Yəni bu kriptovalyuta yüksəlibsə, buradan alaq, bir yuxarı gedəcək, daha çox qazanaq yox. Birincisi, mən məsləhət görmürəm bu kriptovalyuta yüksələn dövrdə almağı. Ən azından baxın, belə bir düzəltmə verilsə, hissəli bir şəkildə almaq lazımdır. Yüksələn bir kriptovalyutaya heç vaxt girmək olmaz. Düzdür, dibində heç kim bilmir. Yəni bu coinin yüksəkdə harda dayanacağını da heç kim bilmir. Ona görə ən azından RSI indikatoruna baxıb bu səviyyələrdən almaq daha məntiqlidir. Dostlar, Dash coin haqqında mənim şəxsi fikrimə gəldikdə isə bu coin hələ də ölməyib. Yəni bu coinin gələcəyi var. Köhnə coin olsa da mən bu coindən bir yeni all-time high səviyyəsi gözləyirəm. Baxaq görək dostlar, Dash coinə gələn bu yeni nəfəsdən sonra 10x-lıq bir yüksəlişə səbəb olacaqmı, yoxsa yox? Dostlar, bugünkü mövzumuz Dash coin haqqında oldu. Hər birinizə təşəkkür edirəm. Videolarımızı bəyənib şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Hər həftə kanalımızda yeni videolar yüklənəcək. Sağ olun, salamat qalın.